Azərbaycan Kickboxing Federasiyası rəhbərliyinin təşəbbüsü ilə Respublikanın müxtəlif bölgələrində kickboxing üzrə yoldaşlıq görüşləri uğurla davam edir. Bu silsilə tədbirlər çərçivəsində 26 iyul 2026-cı il tarixində Xocasən qəsəbəsində yerləşən Mübarizlər İdman Klubunda RM İdman Klubunun təşkilatçılığı ilə növbəti yoldaşlıq görüşü keçirilib. Tədbirin təşkilatçısı RM İdman Klubunun baş məşqçisi Tural Cavadov olub. Yoldaşlıq görüşünün açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra isə vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarış başlamazdan əvvəl görüşün baş hakimi, VAKO Dünya və Avropa çempionu Elşad Ələsgərov idmançılar üçün qısa maarifləndirici seminar keçirərək yarış qaydaları, xal sisteminin hesablanması, idman etikası və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verib. Seminarın məqsədi xüsusilə yeni başlayan idmançıların yarış qaydalarını daha yaxşı mənimsəməsi və rəsmi yarışlara düzgün şəkildə hazırlaşmasına dəstək olmaq olub. Yoldaşlıq görüşündə RM, Mübarizlər, Qələbə, Zülfüqar və Xocavənd idman klublarını təmsil edən ümumilikdə 50-yə yaxın idmançı iştirak edib. Gənc kickboksçular maraqlı və yüksək idman ruhunda keçən qarşılaşmalarda öz bacarıqlarını nümayiş etdirərək gələcək yarışlara hazırlıq səviyyələrini ortaya qoyublar. Keçirilən bu cür yoldaşlıq görüşlərinin əsas məqsədi xüsusilə yeni başlayan idmançıların inkişafına dəstək vermək, onların yarış təcrübəsini artırmaq, rəsmi yarış mühitinə adaptasiyasını sürətləndirmək və özünə inamlarını gücləndirməkdir. Məhz bu baxımdan yoldaşlıq görüşləri gənc idmançıların gələcək uğurlarının formalaşmasında mühüm rol oynayır.